Birləşmiş Ştatlar Kəşfiyyatının məlumatına görə Çin lideri Xi Jinping orduya 2027-ci ilə qədər Tayvanı ələ keçirmək imkanlarını inkişaf etdirməyə əmr edib. Bu barədə Financial Times Tayvan və Birləşmiş Ştatlar rəsmilərinə istinadla məlumat yayıb. Bildirilir ki, Çin ordusunu qısa müddətdə hərbi əməliyyatlara başlaya biləcək səviyyəyə çatdırmaqla heç də blef etmədiyini göstərir. İndi maraqlıdır, Çinin Tayvanı tutmaq niyyəti təkcə vahid Çin siyasəti ilə əlaqəlidir, yoxsa məsələnin görünməyən tərəfləri var. Tayvanı dünya iqtisadiyyatı və Birləşmiş Ştatlar üçün əhəmiyyəti nədən ibarətdir? Birləşmiş Ştatlar Çinin qarşısını ala bilərmi? Araşdırmışıq. Financial Times yazır ki, Tayvanın ələ keçirilməsində rol oynayacaq Çinin hava qüvvələri və raket bölmələri istənilən vaxt əməliyyatlara başlaya biləcəyi qədər təkmilləşdirilir. Tayvan Müdafiə Nazirliyinin sözçüsü deyib ki, Çin sahil bazalarında yanacaq doldurmağa ehtiyac olmadan daxili bazardan Tayvana çata bilən yeni döyüş təyyarələri J-10, J-11, J-16, J-20 və Y-20 təyyarələri ilə döyüş radiusunu genişləndirib. Amerika Birləşmiş Ştatları kəşfiyyatı isə bildirir ki, Çin lideri Xi Jinping orduya 2027-ci ilə qədər Tayvanı ələ keçirmək imkanlarını inkişaf etdirməyi əmr edib. Araşdırmalar göstərir ki, Pekinin son vaxtlar Tayvan məsələsinə xüsusi diqqət yetirməsinin tək səbəbi vahid Çin prinsipi deyil. Belə ki, Tayvan iqtisadiyyatı ümumi daxili məhsula görə dünyada 21-ci yerdədir. Eyni zamanda ölkə dünyada 15-ci ən böyük ixracatçıdır. Tayvanın güclü neft kimya sənayesi, inkişaf etmiş enerji sektoru var. Taipei'yə məxsus UMC və TSMC şirkətləri tək başına dünya çip istehsalının, yəni günümüzdə mövcud olan bütün elektronikaların ən əsas parçasının ixracatçısıdır. Məsələnin maraqlı tərəfi isə təchizatının əsas payının Çin və Hong Konga düşməsidir. Bütün bunların fonunda onsuz da ən böyük iqtisadi güc olan Çin Tayvanı ələ keçirməklə tamamilə məğlub edilməz olmağa çalışır. Tayvan bir ada deyil təkcə, həm də müasir texnologiyanın əsas istehsal olunduğu və ixrac olunduğu adadır. Çip istehsalı, müasir belə deyək də, texnoloji məhsulların əsas elementi olan çip istehsalı TSMC şirkəti tərəfindən istehsal olunur. Dünya çip istehsalının 60% məhz Tayvanda istehsal olunur. Müasir çiplərin isə 90%-dən çoxu Tayvanda istehsal olunur. Yəni bu baxımdan Tayvanın üzərində hakimiyyətin qurulması dünya çip bazarına nəzarətdir. Dünyada belə deyək də müasir texnoloji məhsullar üzərində ciddi surətdə nəzarətdir. Çin dövlət başçısı cənab Xi Jinping'in daxili siyasətinin əsas hissəsi Tayvandakı separatizm meyillərinin qarşısının alınmasıdır. Mən düşünürəm ki, Tayvan Çinin həm siyasi, həm iqtisadi cəhətdən aparıcı regionlarından biridir. Təkcə 2024-cü ilin yekunlarına əsasən Tayvanın ümumdaxili məhsulun həcmi 814 milyard ABŞ dollar olmuşdur. Tayvan dünya iqtisadiyyatında elektronika, aerokosmik sənaye və informasiya texnologiyaları istiqamətində aparıcı istehsalçılardan hesab olunur. İqtisadi və siyasi əhəmiyyəti səbəbindən Çin uzun illərdir Tayvanı ələ keçirməyə çalışsa da, Birləşmiş Ştatlar Taipei'yə verdiyi hərbi, maliyyə və siyasi dəstəklə ölkəni Pekinin işğalından qoruyur. Vaşinqton üçün Tayvan Çinə təzyiq sayəsində açar rolunu oynayıb. Pekinə yaxın bölgədə yerləşən adanın bir növ Birləşmiş Ştatlar hərbi bazalarından birinə çevrilməsi Çin üçün daim təhdid olub. Məhz bu səbəbdən Pekin Tayvanı birləşdirməklə Vaşinqtonun təzyiq metodunu aradan qaldırmağa çalışır. Öz növbəsində Birləşmiş Ştatlar onsuz da güclənməkdə olan Çinin Tayvanı almaqla iqtisadi sahədə də məğlub edilməz olmasını istəmir. Odur ki, Ağ Ev lazım gələrsə bütün gücünü Tayvanın müdafiəsinə verəcək. Amerika Birləşmiş Devletleri Tayvan'ı Çin mücadelesinde bir sıçrama noktası olarak ve bir maske olarak kullanmaktadır. Paravan olaraktan Çin Halk Cumhuriyeti'ne karşı Tayvan'ı sahaya süren Amerika Birleşik Devletleri vekil kuvvet adıyla önümüzdeki günlerde Çin ile mücadelesini Tayvan üzerinden yürütmeyi planladığı da bilinmektedir. Bu konuda Amerika Birleşik Devletleri'nin Pasifik bölgesinde Tayvan'a yakın adaları silahlandırdığı ve silah deposuna haline getirmeye çalıştığı da bilinmektedir. Göründüyü kimi 20-ci əsrin ortalarında kommunizm və kapitalizm mübarizəsi əsasında Çin və Tayvan yarandı. Uzun illər sonra siyasi fərqlərinə baxmayaraq hər iki ölkə dünya iqtisadiyyatında əvəz edilməz rola sahibdir. Birləşmiş Ştatlar isə hər zaman olduğu kimi tərəflərdən birinə dəstək verərək digərinin zəifləməsinə və üstünlüyü öz əlində saxlamağa çalışır.